Bugünkü leksiyamızı başlayıyoruz, hürmetli vatandaş. Leksiyada Sadaka Rozi, Washington'dan sözleyimiz. Bugünkü islağa 2021 yıl 7. ayının 26. günü hürmetli vatandaşım. Endik vaziyettin esaq tünügüllatin aldığın günden başlap biz seläge. Cüngünün Tianjin şeherdeki Tianjin söhbeti doğrusu toxtulup geldik. Amerika Qoşmuş Ştatlarının Muavin Dövlet İşler Katibi Wendy Sherman Tianjin'e berip Cüngü diplomatları bilen sözleşidu degen noqturu toxtulup geldik. Bugün şunun neticesi degендek. Oturğa çıktı hazır tünce kademde bu netice Cüngü hükümetinin qopallığı bilen ahırlaşqandek kılıdı. Bugün şunun gayetlik şeylerini vatandaşlara tapşırımız. Mavzumunda Cüngü diplomatları Amerika'na münasebetlerini katmallığa düşürüp koydu dep ayıpladı. Tianjin söhbeti miltik doğrusu hidi bilen kaplandı. Mavzula haber 7. ayının 26. günü Amerika avazının Xitay tilli programı ilan kılındı. Haber bundak başlandı. Washington, Amerika Qoşmuş Ştatları Muavin Dövlet İşler Katibi Wendy Sherman haftanın 1. günü Cüngünün Tianjin şehrinde məxfi söhbət ötközgən bir paytda Cüngü Taşqı İşlər Ministerliği ciddi fikir qılıb Amerikanı iki tərəf münasibətini qatmallıq düşürüb qoydu deb ayıpladı. Cüngü Taşqı İşlər Ministerliği 7. ayının 26. günü alaqadar torbitədə axbarat elan qılıb. Cüngü Taşqı İşlər Ministerliğinin muavin ministri şefin bu qıtımqı söhbət cəryanıda Amerika tərəfə qaratqan bir nəçəl ayıpləşlərini aşkarlıdır. Muavin Dövlet İşlər Katibi Wendy Sherman Prezident Joe Biden vəzifəyə oturğandan beri ki Amerikanın Cüngün ziyaret qılğan yuqori dərəcəlik əməldarı idi. Amerika Birləşmə Agentliyi xəbər qılıb mündaq göstərdi. Wendy Sherman Cüngünün Tianjin şəhərdə şefən və Cüngünün Taşqı İşlər Ministri Wang Yi bilan ayrım görüşdü. Cüngü Taşqı İşlər Ministerliğinin axbaratı da mündaq görüşdüldü. Şefən Tianjin'de Amerika Qoşmuş Ştatlarının Muavin Dövlet İşlər Katibi Wendy Sherman bilan söhbət ötközgəndə mündaq dedi. Amerika Cüngü münasibeti növbətdə qatmallıq düşüb qaldı. Qiyinçiliqqa duç gəldi. Bunun səbəbləri Amerikanın Cüngünü düşman devlet dep qarağanlığıdır. Axbaratı mündaq görüstüldü. Şefən Amerikanın bundaq eğer xatalıq ve fikir yolunu ve intayen xatarlik Cüngü siyasını özgərtişigə aydakçılıq qıldı. Amerika Qoşmuş Ştatları hükümet əməldarları şənbə günü mündaq göstərdi. Tianjin söhbətinin nişanı konkret məsələlər boyunca söhbət elib veriş emas. Demek bunun mənisi orlaşdırış. Siz muşundaq işləysiz, işqilisiz degellik gap vatandaşı. Konkret məsələ o başqa, siz muşu prinsip ramkisi işçide işləysiz işinizi dep Cüngü'la tapşırış degen gap vatandaşı. Konkret söhbət elib veriş emas. Belki yukarı katlamda alaka münasebetlerini davamlaştırış meselesi boyunca ötküzülediğin söhbetler. Amerika əməldarları mündaq göstərdi. Wendy Sherman, Muavin Dövlet İşlər Katibi Wendy Sherman söhbətdə mündaq təkidləydi. Amerika tərəf kəskin və davamlaşıyatqan Amerika Cüngü rəqabətinin toqunuşqa ayınıb ketişinə ümid qılmaydı. Amerika padişahni muhafizat qilish va chek-chegaraga kapolat qilish orqali mas'uliyatchanlik bilan ichki davlat munosabatini boshqurishni umid qiladi.
Amerika əməldarları mındaq görsətdi, xalqara cəmiyyət əzaları adil rəqabət sorunu meydanı və oxşaş prinsiplərə ehtiyaclı. Lekin Cungo Tashqi ishlar ministerligi haftaning birinchi kuni e'lon qilgan bir necha parcha xabar originali Shefin apandining suhbat jarayonida Amerika tarafidan qattiq ayblashiga munosabatli edi. Demak, kayfiyat mushakkildi. Beijing qo'pollik qildi yoki Cungo qo'pollik qildi. Diplomatiya sohasida qo'pol muomala pozitsiya qo'llandi degan gap atandash.